Və son olaraq mən bəhs eləmək istəyirəm some və every metodlarından. Some və every metodları bizə true və ya false qaytarır. Yəni onlar bizə bir element və ya bir massiv qaytarmırlar, sadəcə true və ya false qaytarırlar. Some metodu gedir baxır. Əgər bir array'in içində bizim verdiyimiz şərtə uyğun ən azı bir element belə varsa, o zaman bizə true qaytarır. Gəlin baxaq necə. Onun üçün burada bir dəyişən yaradıram. Const above 25 bərabərdir. Deyirəm ki, get users arrayini götür və some metodunu çağır. Və burada da yenə bu bir callback funksiya qəbul edir, amma mən bir sətr yazacağam deyə curly bracket yazmıram və deyirəm ki, hər bir user üçün get yoxla. Əgər user'ın yaşı böyükdürsə 25-dən true qaytar. Bu qədər bəsit. Yəni burada deyirəm ki, get users arrayinin içində axtar. Əgər yaşı 25-dən böyük olan ən azı bir dənə user belə varsa, mənə true qaytar. İndi burada mən above 25-i konsola verəcəm. Görək bizə nə qayıdır. Gördüyünüz kimi bizə true qaytarır. Çünki bizdə 25-dən yuxarı 30 var. Ona görə bizə true qaytardı. Amma məsəl üçün burada mən yazsaydım 22. O zaman bizə false qaytaracaq. Çünki yaşı 25-dən yuxarı olan heç bir user yoxdur. İndi isə baxaq every metodu nə iş görür. Every metodu adından da bəlli olduğu kimi every hər deməkdir. Yəni bu metod gedir baxır. Əgər bizim array'imizin içindəki hər bir element verilən şərti ödəyirsə, o zaman bizə true qaytarır. Yox, əgər elementlərdən azı biri belə şərtimizi ödəmirsə, o zaman false qaytaracaq. Gəlin baxaq necə. Buradan bu konsola hələlik yığışdırıram və burada mən yoxlamaq istəyirəm ki, görüm mənim userlərimin hamısının yaşı 18-dən böyükdürmü, deyilmi? Əgər hamısının yaşı 18-dən böyükdürsə, o zaman mənə true qaytarsın. Burada bir constant yaradıram. Above 18 və bu constant bərabərdir. Deyirəm ki, users arrayini çağır və every metodunu çağır. Bu da yenə bir callback funksiya qəbul eləyir. Bir sətr yazacağım üçün curly bracket qeyd eləmirəm. Və deyirəm ki, hər bir user üçün get yoxla. User'ın yaşı 18-dən böyükdürmü, deyilmi? Artıq gedəcək baxacaq. Hər bir user'ın yaşını yoxlayacaq. Əgər hamısının yaşı 18-dən böyükdürsə, o zaman bizə true qaytaracaq. Konsola verirəm above 18 və gəldim. Gördüyünüz kimi bizə true qayıtdı. Əgər mən burada 22-ni dəyişib, məsələn 17 eləsəm, artıq bizim userlardan biri şərtimizi ödəmir. O zaman bizə false qaytaracaq. Gördüyünüz kimi.